Biz bəşərin ən xeyirlisindən, qiyamət günü Adəm övladlarının rəhbəri olan, amma bununla fəxr etməyən şəxsindən danışacağıq. Biz şəfaət sahibi, qiyamət günü ən böyük şəfaətə malik olan Peyğəmbər Muhammed sallallahu aleyhi və səlləm haqqında danışacağıq. Onun barəsində danışmaq özü özlüyündə bir şərəfdir. İnsanın vaxtını sərf edə biləcəyi ən dəyərli iş, sevimlisi haqqında danışmaqdır. O sevimli ki, o bizim üçün ata-anamızdan da, oğul qızlarımızdan da, hətta özümüzdən və bütün insanlardan daha sevimlidir. Biz onun peyğəmbərliyə göndərilməsindən əvvəlki və sonraki dövrlərdən danışacağıq. Hicrətdən öncə, hicrət zamanı və hicrətdən sonraki həyatından söz açacağıq. Peyğəmbərin düşmənlərə qarşı cihadından danışacağıq. Necə ki, o, insanların ən cəsuru idi və döyüşlərdə hər kəsdən önə keçirdi. Amma eyni zamanda ona qarşı çıxanlara qarşı necə həlim, səbirli və mərhəmətli davrandığından da danışacağıq. Biz onun rifah və çətinlik zamanlarındakı davranışlarından bəhs edəcəyik. Çünki o, əgər olmasaydı, bəşəriyyət bugün qaranlıqlar içində yaşayardı. O, Allahın insanlara göndərdiyi bir nurdur. O, Allahın insanlara bağışladığı mərhəmətdir ki, onunla bəşəriyyətin halı və tarixin axarı dəyişdi. And olsun, sizə özünüzdən olan bir peyğəmbər gəlmişdir. Sizin əziyyət çəkməyiniz ona ağır gəlir. O sizə qarşı çox qayğıkeşdir. Möminlərə qarşı isə rauf və rəhmlidir. Onun haqqında danışmaq təkcə söhbət üçün deyil, ona tabi olmaq üçündür. Niyə tabi oluruq? Çünki ona itaət cənnətə girməyə bir səbəbdir. Ona asi olmaq cəhənnəmə aparan yoldur.